Herkes salamlayıram yeni vlogumda və çoxdandır vlog paylaşmamışdım. Bugün isə istəyirəm sizinlə paylaşım və mənim mətbəximin hal-hazırdakı halını göstərmək istəyirəm sizə və başlayıram buradan yığışdırmağa. Dünəndən qabıyan maşında qablar var idi, hansılar ki təmiz idi. Artıq onları yığışdıram, yerlərinə qoyuram və bu rakovində olan qabları hamısını istəyirəm bura qoyum. Yenidən maşını qoşum, yusum. Çünki əllə yumağa hal-hazırda vaxtım olmadığından istəyirəm bunları maşına qoyum, maşın özü yusun. Mən isə başqa bir işlərimlə məşğul olum. Bugün ailəm hamı mənə köməklik edir yığışdırmağa. Çünki dediyim kimi vaxtım azdır, amma evləri yığışdırmaq lazımdır. Ona görə də qızım toz yığışdırmağa kömək eləyir. Hal-hazırda qonaq otağında bütün yerlərdən tozları silir. Bu bizim 2 dənə printerimiz də buradadır. Ona görə bunların da üstünü toz bağlayır. Bunlardan başladı silməyə və sonra isə keçəcək pəncərənin qabağını siləcək. Burada da həmişə toz yığılır. Çünki hal-hazırda yay olduğundan pəncərələr həmişə açıqdır və ona görə də toz gəlir. Həm də bu həftə o qədər küləkli həftə oldu ki, bütün balkonlar, hər yer toz içində oldu. Ona görə mən də bu mətbəxdəki balkonu yığışdırmaq istəyirəm. Bunun üçün mən pilisoslamağa başlayıram və burada olan bütün gül qablarımı, güllərimi hamısını yığışdırıram. Buranı da istəyirəm silim. Çünki burada qaz peçi olduğundan üstü həm toz, həm də yağ olur. Mən isə 72% adi sabunu götürürəm. Sadəcə olaraq bu belə maye halındadır. Bunu götürürəm bura. Biraz əlavə edib və adi belə bir simə oxşayan, amma sim deyil, əslində parçadandır bu. Onunla başlayıram, hər yeri silirəm və üzərindən təmiz əski ilə keçirəm. Paralel olaraq günorta olduğundan yeməyi də bişirməliyəm. Ona görə makaronları qoymuşam qaynamağa. Buranı da siləndən sonra balkonda soğanı qoymuşam qızarmağa. İndi isə ora ət əlavə edib onu da qızardacağam. Bugün istədim ki, bütün güllərimi qəşəng bir duş aldırım. Güllərimə də balacaları Kuxnada mətbəxdə deməli rakovinanın içində yudum. Böyük güllərimi isə aparacağım, hamamda eləyəcəm. Çünki onların qabları çox böyükdür, bura sıxışmaz. Və çoxdan idi ki, bu mənim orqanayzerlərimi yumaq istəyirdim. Bu dəfə yudum, amma yuyanda bu altındakı əslində fanerka kimi bir şeydir. Bunu almışdım mağazindən. Yuyanda bu biraz yumuşalır, amma quruyandan sonra yenə bərkidir. Əsas odur ki, dağılmadı, amma məncə bir-iki dəfə yusam yenə də dağılacaq, amma yumasam da bunları toz bağlayır. İndi baxarıq necə olar. Gələn dəfə yuyanda altlığı dağılsa, deməli açacağam və altlığı olmadan ancaq sapdan toxuyacağam. Və istəyirəm ki, bu fırçaları hamısını yuyum. Çoxdandır yuyulmayıblar. Onları da yuyub qoyacağam ki, tərtəmiz olsun və yenə də istifadə etməyə davam edək. Fırça yumaq üçün bu əlimdəki çəhrayı rəngdə olan silikon. Bunu Temudan sifariş etmişdik və bundan həmişə biz fırça yuyuruq və sponjikları bununla yumaq çox rahatdır. Qiyməti çox münasibdir. Bir dəfə alırsınız və silikon olduğundan çox davamlıdır. Demək olar ki, yəqin heç dəyişməyə də lazım olmayan bir şeydir. Mən isə fırçaları yuyub qutarandan sonra bu rakovinanı da biraz yuyuram belə bir fırça ilə. Əllərimi də yuyandan sonra bu yuduğum fırçaları istəyirəm bir balaca belə dəsmalım var. Bunlar üçün xüsusi olaraq onun üstünə istəyirəm bunları da qoyum və keçirəm yeni mətbəxə. Mətbəxdə isə mən xaladilnikin içini gördüm ki, biraz nəsə yenə də çirklənib, istədim buranı silim. Adi bir əski ilə silirəm. Sadəcə olaraq üstündən keçirəm. Çünki bu yaxınlarda bu xaladilniki mən artıq yaxşı silmişdim. Ona görə çox dərindən silməyə hal-hazırda ehtiyac olmadığından sadəcə olaraq yaş əski ilə biraz keçirəm ki, tökülən yemək qırıntıları, hansısa bir yağ izləri, onları da təmizləyim ki, qoy təmiz qalsın. Sadəcə olaraq bu qapıdakı qabları isə çıxartdım və tam yudum. Bu isə sabahsı gündür qızlar və
Bildiyiniz kimi mənim vloqlarıma baxanlar bilir ki, keçən vloqlarımda hər iki otaqda, mətbəxdə və yataq otağında hər şeyi təmizləmişdim. Pərdələri, pəncərələri və bir dənə qonaq otağım qalmışdı. Ona görə istəyirdim ki, bugün də bunu eləyim. Bu da eləmiş olsun. Bu bir işdə elə bil ki, mənim planlarımdan çıxmış olsun. Mən dediyim kimi bu avqust ayı mənim üçün biraz çətin aydı. Avqust ayında çox bir tədbirlər olacaq. Hal-hazırda otpuskam olacaq. Ona görə istəyirəm ki, bu ev işləri ilə məşğul olum, bitirim ki, sonradan bunlar mənim fikrimdə qalmasın. Pəncərələri siləndən sonra bu setkanı da hamamda həmişə yuram ki, tam təmiz olsun. Bundan sonra isə istədim ki, lüstranı da yum. Dediyim kimi bütün bu otaqda olan belə generalni təmizlik üçün olunmalı bütün işləri istədim ki, bu otaqda eləyim, bitirim ki, bu otaqda təmiz olsun və mən ümumiyyətlə xoşlayıram ki, hər yer eyni vaxt təmiz olsun. Onda mənim fikrimdə qalır ki, məsəl üçün mən bunu avqustun əvvəli eləmişəm və onda mən hesablarımı belə deyim, yaxşı aparıram ki, unutmadan, heç nəyi qarışdırmadan ki, gələn dəfə nə vaxt bunu yığışdırmaq lazımdır. Ümumiyyətlə belə görünüşdə də adam görür ki, nəsə çirklənib yumaq lazımdır, amma belə də mən xoşlayıram ki, vaxtla da bilim ki, nə vaxt bunu eləmişəm, üstündən artıq nə qədər keçib. Çünki pərdədir, belə bir şeylər o qədər tez gözlə görünmür də, çirklənəndə. O nə qədər çirklənməlidir ki, o gözlə görünsün. Ona görə üstündən bir ay keçəndə, eləyəndə mən xoşlayıram ki, onları bir də yuyum, bir də təmizləyim. Mən isə bütün bu şkafların üstündəki tozları da sildim. Emil isə burada həmişəki kimi oynayır. Mənim şüşə silərimi götürüb onunla yeri silir öz aləmində. Mən isə başlayıram yerlərdə pilisoslamağa və bununla bu otağı bitirmiş olacağım. Uşaqlarla da yeni bir qərara gəlmişik qızlar ki, hər gün eyni işləri mən edirəm və bu işlər qutarmır. Həm də bunlar çoxdur, mən də yoruluram, işə gedirəm, yemək bişirirəm hər gün və üstəlik də bu işlər olanda çox yorğun oluram. Ona görə bir qrafik tutmuşuq özümüzə. Bu işləri bölmüşük uşaqların və mənim aramda. İndi hər kəs öz işini bilir və uşaqlar da bundan daha da çox razılaşırlar ki, onlar da belə rahat ki, deyirlər ki, mama səhər duran kimi artıq öz işimizi bilirik, durub öz işimizi eləyəcək və bu həftədən başlayaraq belə edirik və deyim ki, sizə çox rahatdır qızlar belə. Həftənin günlərinə görə paylaşmışıq və hərəmiz öz işimizi bilirik. Sakitcə hərəsi öz işini görür, həm ev səliqə səhmanda olur, həm də ki, bir nəfərin üstünə hər şey düşüb, bir nəfər yorğun olmur. Hamısı belə deyə də paylaşıb, düzgün işlərini quranda, eləyəndə hamı razı qalır və hamı xoşbəxt hiss edir özünü. Burada isə Nərminə bizə gəlmişdi, çoxdan da gəlmirdi, elə belə bizə baş çəkmişdi və dedim ki, bəlkə sən bizim üçün vafli bişirəsən və həmişəki reseptimizlə vafli bişirdi. Bura nə gedir? 2 yumurta, un. Əgər siz xırçıltılı istəyirsinizsə nişasta, istəmirsinizsə yumuşaq deyirsinizsə nişastanı qatmamaq da olar. Vanilin, qabartma tozu və yağ, kərə yağı. Bunları hamısını əlavə edib yaxşı-yaxşı qarışdırırıq. Qarışdırandan sonra sadəcə olaraq vafelnicada bunu bişiririk. Burada bir də südü unutmuşdum, bir də süd. Bunları hamısını qatışdırırıq və xəmir edirik. Xəmiri hazırlayandan sonra dediyim kimi vafelnicada bişiririk. Burada Emil də qatılıb Nərmişə və köməklik edir. Yarı qaba tökür, yarını yerə tökür, amma yenə də əl çəkmir ki, köməklik etməkdən. Ona görə biz də icazə veririk, neyniyə bir müddətdir. İnşallah böyüyər və rahat-rahat işimizi görərik. Nərminə bu işlərdə səbirlidir, xoşlayır uşaqları, ona görə gördüyünüz kimi birlikdə onlar da çox yaxşı alınır. İndi isə gördüyünüz kimi unu tökürlər, qaşıq-qaşıq. Axırda bu unu hamısını tökəcək, çünki bu un hamısı bura getməli. Sadəcə olaraq Emilə görə qaşıq-qaşıq tökürlər və qabartmanla vanili də indi əlavə edəcəklər. Keçən videolarımdan birində şokolad yağı düzəltməni göstərmişdim və o şokolad yağını da düzəlsəniz bu vafilkalarla çox dadlı olur. Mən də hal-hazırda bugün kakao bitmişdi deyənəm. Bunu hazırlaya bilmədim, amma biz mürəbbə siropu ilə, ağ gilas mürəbbə siropu ilə yedik. Onda da dadlı olur. Heç nə siz yesəz də belə də dadlıdır bunlar. Çünki içində şəkər tozu olduğundan şirin olurlar.
Bir də balla da yeyə bilərsiniz bu vafilkaları. Düzdür, mənim bir dənə izləyicim çoxdan istəmişdi məndən bu resepti, amma mənim vafli bişirənim xarab olmuşdu və uzun müddətdir ki, düzəltməmişdim onu. İndi düzəltmişik, ona görə indi bu vaflinin bişirmə qaydasından bölüşəcəm. Reseptini videonun altında sizin üçün saxlayacağım. Baxıb bişirə bilərsiniz. Sonunda belə bir xəmir olur və bunu sadəcə olaraq belə vafli qabına qoyuruq. Bir damcı qoyuruq, bağlayanda özü yayılır. İstəsəniz biraz bu qabı yağlaya bilərsiniz, amma bizdə yapışmır, ona görə də yağlamadan qoyuruq. Çünki xəmirin içində də yağ olduğundan əslində bu yapışmamalıdır. Что? Yummy. Yummy fireman. Yummy yummy. Biraz gözləyirik və açırıq. Gördüyünüz kimi belə qızarmış, gözəl vafilkalar alınır. Dediyim kimi, əgər siz yumuşaq istəyirsinizsə, onda kraxmal əlavə etməyin. Biraz xırçıltılı istəyirsinizsə, kraxmal əlavə edin. Çox gözəl olur. Belə kövrəkdir, görürsünüz, əlimizə tutan kimi sınır. Axşam da hamımız bir yerdə işdən sonra artıq 8-dən də biraz keçmişdi ki, getdik bu yanımızdakı parkda çay içməyə. Buradakı restoranlar açıq havada olduğundan çox ləzzət eləyir. Yayda burada oturub çay içək. Hər yer isti olsa da bu parkın içində yenə də hava olur. Çünki ağaclıq olduğundan bura biraz başqa yerlərə baxanda sərindir. Ona görə biz hamımız yavaş-yavaş gedirik. Adətən biz qızlar gedirik, amma bugün oğlanlar da bizə qatılıblar. Eminlə Kamil də onlar da bizlə gedirlər. Birlikdə indi oturub həmişəki yerimizdə çay içəcəyik. Axşam bura çox gözəldir. İnsanlar burada çox olur. Emilin nastroyenisi bugün çox yaxşıydı. Gördüyünüz kimi xalası ilə oynayır, yeni oyun tapıb köyəmiş barmağını dişləmək istəyir. Biz isə oturub çay gözləyirik. Çay da gəldi. Belə bir çaynikdə çay gətirirlər. Limon, qənd, nabat, bir də ki mürəbbə. Mürəbbəni özümüz seçə bilirik. Hansı mürəbbəni istəyirsinizsə gətirirlər. Təbii ki, menyuda olan mürəbbələrdən biz isə çiyələk mürəbbəsini seçdik və oturduq beləliklə birlikdə bir gözəl çay içdik. Bu həftə də rayona getmişdik və sonunda sizə istəyirəm buradan biraz kadrları qoyum. Çox çəkmədim bu dəfə, çünki eyni olmasın deyənə yenə də bağda işləyirdik. Tezə bir şeylər yox idi deyənə sizin üçün o qədər çəkmədim. Amma bu həftə yenə də gedəcəm rayona və yeni vlog, kənd vlogu gələcək sizin üçün. Siz isə abunə olub like qoymağı unutmayın ki, mənim videolarımı qaçırmayasınız. Sizə isə təşəkkürümü bildirirəm ki, sonacan məni izlədiniz. Gələn görüşlərədək.